Hörmətli izləyicilər, əgər siz də pensiyaların artmasını və pensiya yaşının azaldılmasını istəyirsinizsə, videonu bəyənib paylaşaraq dəstək ola bilərsiniz. Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı yeni meyarlara keçid, pensiya və müavinətlərin diferensial qaydada artırılmasına imkan verəcək. Xəbərə doğru bildirir ki, bunu Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev əlilliyi olan şəxslərin hüquqları haqqında qanuna edilən dəyişikliyin vətəndaşlara verəcəyi üstünlükləri şərh edərkən deyib. Quliyev bildirib ki, 2022-ci il iyulun 1-də qüvvəyə minməsi nəzərdə tutulan yeni qaydalardan sonra əmək pensiyaları haqqında və sosial müavinətlər haqqında qanunlara dəyişikliklər olunacaq. Və bu dəyişiklikdən sonra diferensial qaydada, yəni əlillik faizinə uyğun olaraq hər bir vətəndaşımızın pensiya və müavinətinin artırılması imkanı yaranacaq. Yeni qaydalara əsasən əlillik orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək.